Salam, hər vaxtınız xeyir olsun. Gəlin bu gün birlikdə kimyəvi rabitə mövzusunun izahına diqqətlə qulaq asaq. Deməli, başlayaq. Kimyəvi rabitə nədir? Kimyəvi rabitəni necə izah edə bilərik? Necə ki, insanlar arasında bir bağ olur, yəni əlaqə olur, eyni ilə kimyada da atom arasında həmin o əlaqə və yaxud da bağ adlanacaq rabitə. Yəni atomları bir-birinə bağlayan o bağ rabitə adlanacaq. Bəs rabitənin neçə növü var? Kimyəvi rabitənin 4 növü var. Birinci növü kovalent rabitə olacaq. Kovalent rabitə. Kovalent rabitə qeyri-metallar arasında yaranır. Qeyri-metal plus qeyri-metal. Deməli, nə oldu? Qeyri-metallar arasında kovalent rabitə əmələ gəlir. Gəlin görək, bəs kovalent rabitənin neçə növü var? Kovalent rabitənin də 2 növü var. Polyar kovalent rabitə və qeyri-polyar kovalent rabitə. Bunlar nədir? Polyar kovalent rabitə fərqli qeyri-metallar arasında yaranacaq. Fərqli. Amma qeyri-polyar kovalent rabitə isə eyni qeyri-metallar arasında yaranır. Fərqli qeyri-metallar deyəndə nəyi nəzərdə tuturam? Məsələn, NO. N bir belə deyim elementdir, o isə başqa bir elementdir. Deməli, fərqli qeyri-metallar arasında polyar kovalent rabitə olacaq. Eyni qeyri-metallar arasında isə məsələn xlor 2, yəni xlor və xlor. Xlor 2-də isə, yəni eyni qeyri-metallarda isə qeyri-polyar kovalent rabitə olacaq. Və yaxud da bunu başqa bir şəkildə izah etsək, belə deyə bilərik ki, elektromənfilikləri bir-birindən cüzi fərqlənən elementlər arasında polyar kovalent rabitə, elektromənfilikləri bir-birindən fərqlənməyən və ya eyni olan elementlər arasında isə qeyri-polyar kovalent rabitə əmələ gəlir. Deməli, kovalent rabitə nə oldu? Qeyri-metalları bir-birinə bağlayan bağ. Neçə növü var idi? 2 növü. Polyar kovalent rabitə və qeyri-polyar kovalent rabitə. Sonra keçirik ikinci növümüzə. İkinci rabitəmiz ion rabitə növü olacaq. İon rabitə metal və qeyri-metal arasında yaranır. Metal, qeyri-metal. Metal və qeyri-metallar bir-birinə bağlayan rabitə ion rabitə olur. Məsələn, natrium, xlor. Natrium metaldır, xlor isə qeyri-metaldır. Deməli, bunlar arasındakı əlaqə olacaq ion rabitə. Metal və qeyri-metal. Sonra keçək digər rabitə növünə. Digər rabitə növü isə olacaq metal rabitəsi. Metal rabitəsi. Metal rabitə metallarda sərbəst elektronlar hesabına yaranır və bütün metallarda metal rabitəsi mövcuddur. Bütün metallar. Məsələn, natrium olsun, alüminium olsun, argentinium olsun, fərq etməz. Yəni, bütün metallar metal rabitəsi əmələ gətirəcək. Keçək digər rabitə növünə. Digər rabitə növümüz isə hidrogen rabitəsi adlanır. Gəlin görək hidrogen rabitəsi nədir? Adından göründüyü kimi, burada əsas, belə deyim, baş rolda hidrogen özü olacaq. Deməli, nə? Hidrogen rabitəsi. Hidrogen rabitəsi nədir? Baxın, öncəliklə onu yadınızda saxlayın ki, hidrogen rabitəsinin əmələ gəlməsi üçün maddənin aqreqat halı mütləq şəkildə maye olmalıdır. Ancaq maye halında olan maddələrdə hidrogen rabitəsi əmələ gəlir. Və hidrogen rabitəsi bir molekulun hidrogeni ilə digər molekulun flyor, oksigen və azot atomu arasında yaranır. Hidrogen rabitəsi 3 nöqtə ilə göstərilir. Deməli, necə əmələ gəldi? Bir molekulun hidrogeni ilə digər molekulun fonu arasında yaranır. Buna görə də hidrogen rabitəsi molekullar arası rabitə hesab olunur. Məsələn, su H2O. Bilir ki, H2O nədir? Maye halındadır və burada H var.
O da var. Amma bir şey diqqətinizə çatdırım ki, H2O əslində H2ON yazılmalıdır. Yəni poli şəkildə, çoxlu şəkildə qeyd olunmalıdır. Bu da o deməkdir ki, bir su molekulunun hidrogeni ilə başqa su molekulunun oksigeni arasında yaranan rabitə hidrogen rabitəsi olacaq. Dediyim kimi 3 nöqtə ilə işarə olunur. Burada hələ ki onu qeyd etməyə ehtiyac duymuram. Deməli, rabitənin neçə növü oldu? Birinci oldu kovalent rabitə, ikinci oldu ion rabitəsi, üçüncü metal və dördüncü hidrogen rabitəsidir. Dedik ki, hidrogen rabitənin əmələ gəlməsi üçün maddənin aqreqat halı maye halında olmalıdır. Sonra elə bu mövzu ilə, bu başlıqla əlaqəli olan digər bir başlığa baxaq. Kristal qəfəs. Görək kristal qəfəs nədir? İlk öncə onu deyim ki, bax, burada adından görürük ki, kristal qəfəs. Deməli, kristal qəfəsin əmələ gəlməsi üçün maddənin aqreqat halı bərk halda olmalıdır. Yalnız bərk halda. Maye və qazlar kristal qəfəs əmələ gətirməyəcək. Çünki biz kristal sözünün belə deyim, mənasını da bilirik ki, bərk deməkdir. Bəs kristal qəfəsin neçə tipi var? Ona baxaq. Kristal qəfəsin də 4 tipi var. Bunlardan ikisi elə birbaşa kimyəvi rabitənin adı ilə bağlıdır. Onda baxaq birinci. İon kristal qəfəs. İon kristal qəfəs elə ion rabitəli birləşmələrə aiddir bura. İon rabitə nə idi? Metal, plus, qeyri-metal. Sonra ikinci keçək metal kristal qəfəsə. Metal kristal qəfəs də eyni metal rabitəsinə aid idi. Daha doğrusu metal rabitəli birləşmələr bura aid idi. Bəs metal rabitəni hansı birləşmələr əmələ gətirirdi? Metallar. Sonra üçüncü atom kristal qəfəsidir. Atom kristal qəfəsini hansı maddələr əmələ gətirir? Tərkibində karbon, silisium və bor olan birləşmələr. Daha sonra karbonun allotropik şəkil dəyişmələri. Karbonun allotropik şəkil dəyişmələri, fosforun qara və qırmızı allotropik şəkil dəyişməsi. Bunlar olacaq atom kristal qəfəsində. Dördüncü kristal qəfəsimiz isə molekul kristal qəfəs olacaq. Görək, molekul kristal qəfəs nədir? Baxın, bu atom kristal qəfəsində olanlardan əlavə yerdə hansı ki, kovalent rabitəli birləşmələr qalır? Kovalent rabitəli. Bunlar hamısı olacaq molekul kristal qəfəsində. Və burada bir şey də diqqətinizə çatdırım. Mən bayaq dedim ki, kristal qəfəsin əmələ gəlməsi üçün orada mütləq aqreqat halı bərk halda olmalıdır. Məsələn, CO2. CO2 nədir? Karbon qazı. Qaz halındadır. Bəs bu kristal qəfəs əmələ gətirirmi? Gətirirsə, hansı növ kristal qəfəs əmələ gətirir? CO2 qaz halında, yəni adi şəraitdə kristal qəfəs əmələ gətirməyəcək. Amma CO2-ni mən bərk aqreqat halına keçirərsəm, molekul kristal qəfəs əmələ gətirəcək. Ümumiyyətlə, adi şəraitdə maye və qaz halında olan maddələrin aqreqat halını mən bərk hala keçirirəmsə, həmin maddələr tərkibindəki atomdan asılı olmayaraq molekul kristal qəfəsində olacaq. Bunu da mütləq yadımızda saxlayaq. Sonra, deməli, kristal qəfəsin neçə növ oldu? 4 növ oldu. İon, metal, atom, molekul. Bəs kristal qəfəsi hansı maddələr əmələ gətirir? Bərk halda olan maddələr. Maye və qazlar isə adi şəraitdə kristal qəfəs əmələ gətirmir. Əgər onların aqreqat halını dəyişərsəm, o zaman onlar molekul kristal qəfəsində olacaq. Sonra keçək rabitənin digər növünə. Sigma rabitə, sigma adını da qeyd edək bura və pi rabitə. Pi rabitə. Bu, riyaziyyatdan tanıdığımız pidir, yəni kimyəvi işarə olaraq. Sigma rabitə. Sigma rabitənin əmələ gəlməsini ifadə edərkən belə deyirik ki, sigma rabitəni əmələ gətirən orbitalların mərkəzləri bir düz xətt üzərində yerləşir. Bu nə deməkdir? Biz daha əvvəldən bilirik ki, S orbitalımız dairə ilə işarə olunur,
P orbitalımız isə qantellə, yəni bildiyimiz sonsuzluqla işarə olunur. Sigma rabitəni əmələ gətirənlər S və S. Daha sonra S və P, P və P. Bunlar sigma rabitəni əmələ gətirəcək. Pi rabitəni isə yenə də P və P əmələ gətirir. Amma necə? Fərq nədir? Buna diqqət edək. Baxın, bunun mərkəzi buradır, bunun da mərkəzi buradır. Biraz qalın qeyd edək onu. Deməli, bunun mərkəzi bura, bunun da mərkəzi bura olsun. Və baxırıq ki, bəli, mərkəzlərindən bir düz xətt keçirmək olur. İndi mən tam olaraq belə deyim, simmetrik yazmaya bilərəm, amma siz əsas odur ki, mənasını başa düşün. Digərinin mərkəzi. Bunun mərkəzi bura, bu bura, bu da bura olsun. Yenə də bir düz xətt üzərində yerləşir. Burada da eyni ilə qeyd etsək, yenə bir düz xətt üzərində yerləşir. Deməli, bunlar sigma rabitə əmələ gətirir. Bu nə oldu? S, S. Bu nə oldu? S, P. Bəs bu P və P. Misal yazacaq olsaq, S elementi nə idi? H. Deməli, H və H arasındakı rabitə S və S örtülməsindən əmələ gələn sigma rabitədir. Çünki hidrogenimiz S elementidir. Bəs SP örtülməsindən əmələ gələn sigmaya nəyi misal göstərə bilərik? H, xloru. Çünki hidrogen S elementi, xlor isə P elementidir. Xlor 2, yəni xlor və xlor arasında isə P örtülməsindən əmələ gələn sigma rabitə var. Pi rabitə isə adətən karbon. Yəni üzvü kimyada görəcəksiniz. Pi rabitə adətən karbonda olur. Karbonların örtülməsindən əmələ gəlir. Və pi rabitə, bax bunun indi mərkəzlərinə diqqət edək. Baxın. Görürsünüz, hər mərkəzdən başqa-başqa düz xətt keçir. Yəni mərkəzləri bir düz xətt üzərində yerləşmədiyi üçün biz buna pi rabitə deyəcəyik. Və pi rabitə, baxın, belə deyək. Tək qat rabitə, yəni bu tək xətt həmişə sigmadır. Sigmanın varlığı 100%'dir. Hər zaman sigma var. Pi rabitə isə sonradan gəlmədir. Əgər, məsələn, karbon üzərində göstərirəm, 2 qat rabitə varsa, burada mütləq sigma olacaq. Çünki dedik, sigma 100% var. Digəri isə pi olacaq. Sigma həmişə bir dənə olur. Başqa birində yazaq. 3 qat rabitə yazsaq, yenə ilkimiz olacaq sigma, digər ikisi isə olacaq pi rabitə. Deməli, sigmanın varlığı 100% ehtimalla, pi'nin varlığı isə ondan sonra gələnlərə bağlıdır. Tək qat rabitə həmişə sigmadır, 2 qat rabitə biri sigma, digəri pi'dir. 3 qat rabitə yenə biri sigma, digər ikisi pi olacaq. Bu şəkildə